Salam əziz şagirdlər, bu videoda yeni 9-cu sinif test topusundan feilin zamanlarına baxacağıq. Birinci sualda, when zaman bağlayıcısı olan tərəfdə, yəni bu hissədə gələcək zaman və bitmiş zaman formaları işlənməz. Will go gələcək zamanda C-ni çıxırıq. Daha sonra cümləmizin ikinci tərəfi gələcək zamandadır. Və bilirik ki, gələcək zaman keçmiş zaman formaları ilə uzlaşmaz. Was going keçmiş davam edici zamandır, went keçmiş sadə zamandır. Bunları çıxırıq. B ilə Y-nin hər ikisində indiki sadə zamandır və indiki sadə zaman gələcək sadə zamanla uzlaşar. Ona görə də mənaya baxmalıyıq. Deyir ki, Jane Londona gedəndə orada çoxlu görməli yerlərə baş çəkəcək. Təbii ki, getməsə baş çəkə bilməz. Ona görə təsdiq olan variantı seçəcək. Doğru cavabımız Y variantı. 2-də yesterday keçmiş sadə zamanın zaman göstəricisidir. Ona görə mən buradan is, are, indiki zamanları çıxdım. Will, gələcək zamanı çıxdım. Were, was, bunların ikisi də keçmiş zamanı bildirir. Cloud sözü toplu isimdir, həmişə cəmdə gedir. Biz buna was-la müraciət edə bilmərik. Was təkliyi bildirir. Doğru cavabımız oldu D bəndi. Were bought keçmiş sadə zamanın məchul növ formasıdır. These clothes were bought in different shops yesterday. Bu paltarlar dünənləri müxtəlif mağazalardan alınıb. Üçüncü sualda, last Sunday, keçən bazar günü, keçmiş sadə zamanın göstəricisidir. Are, is, indiki zamanlar çıxdıq, will, gələcək zamanda çıxdıq. Newspaper sözü cəmdə olduğu üçün was deyə bilmərik, was təkliyi bildirir, were isə cəmliyi bildirir. Doğru cavabımız D variantı. İkinci sualda olduğu kimi burada da were brought nədir? Keçmiş sadə zamanın məchul növ formasıdır. The newspapers were brought to our house last Sunday. Deyir ki, qəzetlər bizim evimizə keçən bazar günü gətirilmişdi. Daha sonra dördüncü sualda tomorrow gələcək sadə zamanın göstəricisidir. Was, were, bunlar keçmiş zamandır. Is, are, indiki zamandır. Will isə gələcək zamandır. Doğru cavabımız C bəndi. Will be packed gələcək sadə zamanın məchul növ formasıdır. All his luggage will be packed tomorrow. Onun bütün yükü sabahları paketlənəcək. Beşinci sualda in the 50s, yəni 50-ci illər deyirsə, deməli keçmiş zamandan söhbət gedir. Are, is indiki zamandır, will gələcək zamandır, bunları çıxdıq. Və isim bəhsindən bilirsiniz ki, 2 dənə isim bir-birindən ovla ayrılanda isimlərdən birinciyə baxırıq və xəbərdə bu birinci ismə görə uzlaşır. Nəyə görə? Çünki burada söhbət rekordlardan yox, kitabdan gedir. Deyir ki, Guinness-in rekordlar kitabı və kitab təkdə olduğu üçün mən burada tək olan variantı seçməliyim. Doğru cavabımız oldu B bəndi. Word cəmliyi bildirir, bunu götürə bilmərik. Deyir ki, Guinness-in rekordlar kitabı 50-ci illərdə nəşr olunmuşdu. 6-cı sualda yesterday keçmiş zamanın, keçmiş sadə zamanın göstəricisidir. Write indiki zamandır, çıxırıq. Buradakı bu have written'lar ki var, bu indiki bitmiş zamandır və yadda saxlayın ki, keçmiş sadə zamanın zaman göstəriciləri ilə indiki bitmiş zaman işlənməz. C ilə D-ni çıxdı, yəni adında indiki sözü var, işlədə bilmərik. Daha sonra, burada görürsünüz ki, cümlə bir-birindən and ilə ayrılıb, deməli, yəni və burada send indiki zamandır. İndiki sadə zaman keçmiş zamanla uzlaşmaz. Yesterday keçmiş zamandır, bunu götürə bilmərik. Send keçmiş zaman formasını götürməliyik. Doğru cavabımız oldu A bəndi. Yesterday I wrote a letter to my parents and sent it. Dünənləri mən valideynlərimə məktub yazdım və onu göndərdim. Yəni, dünən yazıb göndərdim. 7-də. When olan hissəyə baxıram ilk öncə. Bilirik ki, when zaman bağlayıcısı olan tərəfdə, yəni bu hissədə bitmiş zaman formaları və gələcək zaman işlənməz. İndi variantlarda bitmiş zaman yoxdur, amma gələcək zaman var, C-ni çıxırıq. Daha sonra cümləmizin birinci tərəfi gələcək zamandadır və gələcək zaman bilirik ki, keçmiş zamanla uzlaşmaz. Was, were, bunlar keçmiş zamanın göstəricisidir. Bunları çıxdıq. İndiki zamanları saxlayıram. Agreement razılaşma deyir.
təkdə olduğu üçün are deyə müraciət edə bilmərəm. Are cəmliyi bildirir. Doğru cavabımız Y bəndi. Və yuxarıda suallarda var idi. Burada da yenə is signed nədir? İndiki sadə zamanın məchul növ formasıdır. Əvvəldəki suallarda da məchul növ idi. Deməli, the delegates will leave for London when the agreement is signed. Nümayəndələr Londona yola düşəcəklər razılaşma imzalananda. Sonra if nədir? If zaman bağlayıcısı olan tərəfdə bitmiş zaman formaları və gələcək zaman işlənməz. İndi burada will catch, won't catch. Bu won't, will not catch deməkdir. Will not-un qısaltmasıdır. Yəni gələcək zamanları çıxırıq. Daha sonra cümləmizin ikinci tərəfi gələcək zamandadır. Gələcək zaman keçmiş zamanla uzlaşmaz. Caught sözü catch sözünün keçmiş zaman formasıdır. C-ni çıxdıq. Qaldı A-nan D. Deyir ki, əgər qatara çatsa, qatarı tutsa, onda vaxtında olacaq burada. Təbii ki, qatara çatmasa vaxtında olmayacaq. Ona görə inkar deyə bilmərik. Doğru cavabımız A variantı. 9-da. Burada bizim zaman göstəricimiz since last year deyir. Yəni, keçən ildən bəri. Since da bilirsiniz ki, nəyin göstəricisidir? İndiki bitmiş zamanın göstəricisidir. İndi deməli doğru cavabımız olacaq Y bəndi. Have worked indiki bitmiş zamandır. Bu will məsələn gələcək zamandır, gələcək sadə zaman did work keçmiş sadə zamandır. Bu are working indiki davam edici zamandır. Were working də keçmiş davam edici zamandır. Bunların heç biri uyğun deyil bu zaman göstəricisinə. Have you worked in this office since last year? Deyir ki, sən bu ofisdə keçən ildənmi bəri çalışırsan? Onuncu sualda. In a photograph while you traveled. Baxın, while olan tərəfdə burada görürəm ki, nədir? Feilimiz keçmiş zamandadır və keçmiş zaman yalnız keçmiş zamanla uzlaşır. Keçmiş zaman indiki və ya gələcək zamanla uzlaşmır. İndi baxıram variantlardan. Do indiki zamandır, will gələcək zamandır. Bunu çıxırıq. Have taken nədir? İndiki bitmiş zamandır. İndiki bitmiş zaman keçmiş zamanlarla uzlaşmır. Burada deyir nə? Did, took, did, take. Təbii ki, did qabağa keçəndə biz buna took da deyə bilmərik. Took olmur da take olur. Did əvvələ keçəndə. Doğru cavabımız oldu C bəndi. Did you take any photographs while you traveled in the US? Deyir ki, sən ABŞ-da səyahət edərkən şəkil çəkdirdinmi? Sonra yenə baxırıq cümlənin ikinci tərəfinə. While you were at school deyir. Yəni, bu isə keçmiş zamandadır. Keçmiş zaman yalnız keçmişlə uzlaşır. İndiki və ya gələcək zamanlarla uzlaşmaz. Will gələcək zamanda çıxdı. Are learning indiki zamandır. Have learned indiki bitmiş zamandır. Keçmiş zamanla indiki bitmiş zaman uzlaşmır. A-nı çıxdıq. Və did qabağa keçəndə bu i-də atılır da bilirsiniz. Ona görə D-ni çıxdıq. Doğru cavabımız B bəndi. Did you learn French while you were at school? Sən fransız dilini məktəbdə olan zaman mı öyrənmişdin? 12-də. Last Monday, keçən birinci gün deyir. Təbii ki, lastla olan ifadələrimiz nədir? Keçmiş sadə zamanın göstəriciləridir. Is indiki zamanda, are indiki zamanda, will gələcək zamanda çıxdıq və sənədlər sözü cəmdə olduğu üçün was işlədə bilmərik, was təkliyi bildirir. Doğru cavabımız A variantı. The documents were signed by the manager last Monday. Sənədlər keçən birinci gün menecer tərəfindən imzalanmışdı. 13-də. The lawyer looked through the list of people when olan tərəfdə nəsə yazmalıyıq. Biz bilirik ki, when olan hissədə, yəni burada, bitmiş zaman formaları və gələcək zaman işlənməz. Düzdürmü? Will get gələcək zamanda çıxırıq. Has got nədir? Bitmiş zamanda. İndiki bitmiş zamanda. Deməli, bunlar çıxdı when-ə görə. Daha sonra cümləmizin birinci tərəfi keçmiş zamanda olduğu üçün keçmiş zaman bilirik ki, yalnız keçmişlə uzlaşar. İndiki zamanla və ya gələcək zamanla uzlaşmaz. Is getting indiki davam edici zamandır.
gets indiki sadə zamandır. Bunu çıxdıq. Got nədir? Keçmiş sadə zamandır və keçmiş də keçmişlə uzlaşır. Doğru cavabımız B variantı. The lawyer looked through the list of people when he got it. Deyir ki, deməli, hüquqşünas və ya vəkil adamların siyahısını alanda onlara nəzər yetirdi, diqqətlə baxdı və nəzərdən keçirdi belə. 14-də zaman bağlayıcısı olan hissəyə baxırıq. Live deyir, düzdürmü? Live nədir? İndiki zamanda. İndiki zaman keçmiş zamanla uzlaşmaz. Bunu yadda saxlayın. Were visiting keçmiş davam edici zamanda, bunu çıxdıq. Daha sonra turistlər sözü cəmdə olduğu üçün mən buna visits deyə bilmərəm də. Visits təklə işlənir. Turist cəmdədir, visit deməliyəm. B-ni çıxdıq. Daha sonra are going görürəm. Bu to be going to ifadəsidir. Baxın, yazılışı to be going to. Yəni are going to olmalıdır burada. Yəni ifadənin özü yanlış yazılıb. Strukturu yanlışdır. C-ni çıxdıq. Və qaydalardan bilirsiniz də, indiki sadə zaman, bu live indiki sadə zaman, indiki sadə zamanla uzlaşır ya da gələcək zamanla uzlaşır. Yəni indiki bitmiş zamanla uzlaşmaz. D-ni də çıxdıq. Doğru cavabımız oldu. Y bəndi. Gələcək sadə zamandır, bununla uzlaşır. Deyir ki, turistlər Venesiyanı tərk etməzdən öncə bir neçə dənə maraqlı yerə baş çəkəcəklər. 15-də increase. Baxın, when olan tərəfdə mən sizə demişəm ki, deməli, gələcək zaman, bir də bitmiş zaman formaları işlənməz, düzdürmü? And will be destroyed, bu nədir? Gələcək zamandır. Bunu çıxırıq. Will olmaz. Yəni, when olan tərəfdə bitmiş zaman, bir də will olmaz, çıxdıq. Cümləmizin ikinci tərəfi nədir? Increase. İndiki sadə zamandadır və indiki zamanla uzlaşır və gələcək zamanla uzlaşır. Keçmiş zamanla uzlaşmaz. Keçmiş zamanları çıxırıq buradan. Və cəngəlliklər deyir, sözümüz cəmdə olduğu üçün is deyə bilmərəm buna, are deyəcəm. Doğru cavabımız B variantı. When the rainforests are destroyed, the deserts increase rapidly. Deyir ki, cəngəlliklər dağıdılanda səhraların sayı sürətli bir şəkildə artır. 16-da reached nədir? Keçmiş sadə zamandır. Keçmiş zaman bilirik ki, yalnız keçmiş zamanla uzlaşır. Düzdürmü? Yəni, indiki zamanla və ya gələcək zamanla uzlaşmaz. Will gələcək zamandır, bunu çıxdıq. Stand indiki zamandır. Are standing indiki davam edici zamandır. Çıxdıq. Have stood indiki bitmiş zamandır. Bunu da yadda saxlayın. Keçmiş zaman, keçmiş sadə zaman və ya keçmiş zaman formaları. İndiki bitmiş zamanla uzlaşmaz. Adında görürsünüz ki, indiki sözü var. Doğru cavabımız oldu. A variantı. Bu da keçmiş davam edici zamandır. Yəni, iki dənə keçmiş zaman bir-birlə uzlaşır. When I reached the office, some visitors were standing at the door. Mən ofisə çatanda bəzi deməli, baş çəkən adamlar qapının ağzında dayanmışdılar. 17-də Nick will write his essay when his work. Mən sizə demişəm ki, when olan tərəfdə, when zaman bağlayıcısı olan tərəfdə bitmiş zaman formaları və gələcək zaman formaları işlənməz. Will gələcək zamandır, çıxdıq. Want-dakı will not deməkdir, bu da gələcək zamandır. A-la D-ni çıxdıq. Cümləmizin birinci tərəfi gələcək zamandadır. Gələcək zaman heç vaxt keçmiş zamanla uzlaşmaz. Finished keçmiş sadə zamandır, was finishing keçmiş davam edici zamandır. Bunları çıxdıq. Doğru cavabımız olur C bəndi. Finishes indiki sadə zamandır və indiki sadə zaman gələcək sadə zamanla uzlaşır. Nick will write his essay when he finishes his work. Nick işini bitirəndə essesini yazacaq. 3-də yox da 18-də. Mən sizə demişəm ki, if olan tərəfdə bitmiş zaman formaları
bir də gələcək zaman işlənməz. Yəni burada if olan tərəfdə will olmaz. B-ni çıxdıq. Won't live, bu da will not live-dir. Will not-un qısaltmasıdır. Yəni will olmayacaq. Cümləmizin ikinci tərəfinə baxırıq ki, bura nədir? Gələcək zamandadır. Gələcək zaman keçmiş zamanla uzlaşmaz. Didn't live, keçmiş zamanda çıxdıq. Left, keçmiş zamanda çıxdıq. Doğru cavabımız oldu A bəndi. Live, indiki sadə zamanda. İndiki sadə zaman gələcək sadə zamanla uzlaşar. If you leave at 5, you will catch the plane. Əgər saat 5-də çıxsan, deməli, təyyarəyə çatacaqsan. Bu deyir ki, başdakı cümlə indiki bitmiş zamandadır. Deyir ki, Madriddə olmusanmı? Biz əsas ikinci cümləyə baxmalıyıq. Deyir, keçən il olmuşam. Last year nədir? Keçmiş sadə zamanın zaman göstəricisidir. Will gələcək zamandır, bunu çıxdıq. Visit indiki zamandır. Am visiting indiki davam edici zamandır. Have visited indiki bitmiş zamandır. Yadda saxlayın ki, keçmiş sadə zamanın zaman göstəriciləri ilə indiki bitmiş zaman işlənməz. Doğru cavabımız oldu B bəndi. Visited keçmiş sadə zamandır. Burada da 19-da olduğu kimi last month nədir? Keçmiş sadə zamanın göstəricisidir. Will gələcək zamandır. See indiki sadə zamandır. Have seen indiki bitmiş zamandır. Bunu da çıxırıq. Çünki deməli, indiki bitmiş zaman işlənmir. Keçmiş sadə zamanın zaman göstəriciləri ilə, yəni last harda gördünüzsə, onlarla biz indiki bitmiş zaman işlətmirik. Sonra burada yes deyir. Deyir ki, hə görmüşəm. Yəni yes deyirsə, deməli, bu hissədə təsdiqdə olmalıdır da. Deyir ki, hə görmüşəm. Ona görə didn't see inkar seçə bilmərik. Doğru cavabımız D variantı. 21-də. Burada when olan hissədə nə işlənməz? Deməli, when zaman bağlayıcısı olan hissədə bitmiş zaman və gələcək zaman işlənməz. Will gələcək zamandır, won't, bu da will not deməkdir, gələcək zamandır. Bunları çıxdıq. Cümləmizin birinci tərəfi, yəni when-dən əvvəlki hissəsi indiki zamandadır. İndiki zaman keçmiş zamanla uzlaşmaz. Were keçmiş zamandır, bunları çıxdıq. Doğru cavabımız D bəndi. Yəni indiki zaman indiki zamanla uzlaşar və ya gələcək zamanla uzlaşar. Where are you going to stay when you are in Lisbon? Deyir ki, Lissabonda olanda harada qalmağı planlaşdırırsan. 22-də. What are you going to see when you Paris? Yenə when olan hissəyə baxırıq. When olan tərəfdə gələcək zaman və ya bitmiş zaman formaları işlənməz. Will gələcək zamandır, won't, will not deməkdir, gələcək zamandır. Bunları çıxdıq. Cümləmizin birinci hissəsi indiki zamandadır. İndiki zaman keçmiş zamanla uzlaşmaz. Were keçmiş zamandır. Doğru cavabımız oldu B bəndi. What are you going to see when you are in Paris? Sən Parisdə olanda nələri görəcəksən? Sonra at a very nice hotel when we were in Athens. Deməli, cümləmizin ikinci tərəfi keçmiş zamandadır. Və keçmiş zaman yalnız keçmiş zamanla uzlaşar. Keçmiş zaman indiki və ya gələcək zamanla uzlaşmaz. Live indiki zamanda çıxdıq. Have lived indiki bitmiş zamanda çıxdıq. Yəni keçmiş zaman indiki bitmiş zamanla uzlaşmır. Bunu yadda saxlayın. Will gələcək zamandır. Won't elə will not deməkdir, gələcək zamandır. Bunlar çıxdıq, bir dənə keçmiş zaman qalır. Doğru cavabımız D bəndi. Deyir ki, biz Afinada olanda çox gözəl bir oteldə qalırdıq, yaşayırdıq. 24-də. Cümləmizin ikinci tərəfi keçmiş zamandadır. Keçmiş zaman yalnız keçmiş zamanla uzlaşır. İndiki və ya gələcək zamanla uzlaşmaz. Stay indiki zamandır. Have stayed indiki bitmiş zamandır. Yadda saxlayın. Keçmiş zaman indiki bitmiş zamanla uzlaşmaz. Will stay gələcək zamanda çıxdıq. Yəni keçmiş zaman gələcək zamanla da uzlaşmır. Won't bu da will notdur. Gələcək zamanda çıxdıq. Bir dənə qaldı keçmiş zaman.
The Browns stayed at Nick's house when they were in Leeds. Deyir ki, Brownlar ailəsi Leedsdə olarkən Nick'in evində qaldılar. 25-də. Cümləmizin ikinci tərəfi nədir? Keçmiş zamandadır. Keçmiş zaman yalnız keçmiş zamanla uzlaşır. Doesn't indiki sadə zamandır, indiki zamanla uzlaşmaz. Hasn't believed indiki bitmiş zamandır. Keçmiş zaman indiki zamanla, indiki bitmiş zamanla uzlaşmaz. Keçmiş zaman gələcək zamanla uzlaşmaz. Bunda çıxdıq. Don't. Bu da indiki zamandır, uzlaşmır. Doğru cavabımız oldu C bəndi. Yəni keçmiş zaman yalnız keçmiş zamanla uzlaşır. Emily didn't believe us when we told her about our adventures. Biz Emily'yə öz macəralarımız haqqında danışanda Emily bizə inanmadı. 26-da. Cümləmizin ikinci tərəfi, yəni while'dan sonraki hissədir. Bura keçmiş zamandadır. Keçmiş zaman, keçmiş zamanla uzlaşar. İndiki və ya gələcək zamanla uzlaşmaz. Bu indiki sadə zamanda çıxdıq. Won't gələcək zamanda çıxdıq. Haven't visited indiki bitmiş zamanda çıxdıq. Yəni keçmiş zaman indiki bitmiş zamanla uzlaşmaz. Aren't visiting indiki davam edici zamanda çıxdıq. Doğru cavabımız B bəndi. The tourists didn't visit the Eiffel Tower while they were in Paris. Deyir ki, turistlər Parisdə olarkən Eiffel qülləsinə baş çəkmədilər. 27-də. If olan hissə. If-dən əvvəlki hissə nədir? Gələcək zamandadır. Gələcək zaman, bu gələcək zamanın məhsul növ formasıdır. Gələcək zaman keçmiş zamanla uzlaşmır. Baxın, wasn't keçmiş davam edici zamanda çıxdıq. Didn't improve keçmiş sadə zamanda çıxdıq. Və mən sizə demişəm ki, if olan tərəfdə will işlətmirik. Yəni gələcək zaman işlətmirik. Bunda çıxdıq, sonra the flight will be delayed for a day if the weather havadan söhbət gedir. Təkdə olduğu üçün mən buna don't deməyəcəm. Təkdə onları does'la işlədirik. Doğru cavabımız C bəndi. Deyir ki, əgər hava yaxşılaşmasa, onda uçuş bir gün gecikəcək. Gecikdiriləcək daha doğrusu. Yəni məchul növdədir. 28-də. Bir neçə saat əvvəldir. Baxın, a few hours ago. Ago gördünüzsə, keçmiş zamanın göstəricisidir də. Mən buradan are izi çıxıram. Bunlar indiki zamanda, will be gələcək zamanda çıxdıq. Və çətirlər və paltolar deyir. Bunlar cəmliyi bildirir. Ona görə bunlara mən was deyə bilmərəm. Was təkliyi bildirir. Doğru cavabımız oldu A bəndi. Və were left nədir? Keçmiş sadə zamanın məchul növ formasıdır. Ümumiyyətlə, bu bəhsi yazarkən siz məchul növdə bilməlisiniz. The umbrellas and coats were left in the cloakroom a few hours ago. Deyir ki, çətirlər və paltolar bu geyinmə soyunma otağında buraxılmışdı bir neçə saat bundan öncə. 29-da. Deyir, saat 10-a qədər, hər gün saat 10-a qədər keçən ay. Yəni, keçən ay deyirsə, artıq keçmişdən söhbət gedir. Ona görə mən gələcək zaman seçə bilmərəm, B-ni çıxıram. Daha sonra is, are indiki zamanda çıxdıq. İndi orada nə deyirdi? Meals deyirdi. Meals sözü cəmdə olduğu üçün were seçəcəm təbii ki. Bayaq was var idi, onu seçə bilmərəm. Chinese meals were served in the restaurant. Deyir ki, restoranda keçən ay hər gün saat 10-a kimi Çin yeməkləri verilirdi. Çin yeməkləri servis olunurdu. Və were served nədir? Keçmiş sadə zamanın məchul növ formasıdır. 30-da. Yesterday keçmiş sadə zamanı bildirir. Mən buradan are indiki zamanı çıxdım. Will gələcək zamanda çıxdım. Has been, have been indiki bitmiş zamandır. Yadda saxlayın ki, keçmiş sadə zaman göstəriciləri ilə indiki bitmiş zaman işlənməz. Ona görə A ilə B-ni çıxdıq. Doğru cavabımız Y bəndi. Were keçmiş bildirir.
There were a lot of works of art at the exhibition yesterday. Dünənləri sərgidə çoxlu sənət əsərləri, sənət işləri var idi. Last Friday. Last nədir? Keçən 5-ci gün deməkdir. Yəni last keçmiş sadə zaman, zaman göstəricisidir. Take part, takes part indiki zamanlardır. Çıxdı. Have taken part indiki bitmiş zamandır. Keçmiş zaman, keçmiş sadə zaman, zaman göstəriciləri ilə indiki bitmiş zaman işlənməz. Sonra did qabağa keçəndə bilirik ki, burada take olur. İdə atılır qaydalı feillərdə. Qaydasızlarda isə yəni burada öz forması, indiki zaman formasında olmalıdır. Take, took olmamalıdır. Didn't take part olmalıydı. Doğru cavabımız B bəndi. Everybody took part in the event last Friday. Tədbirdə keçən 5-ci gün hamı iştirak edirdi. 32-də. Yesterday keçmiş sadə zaman göstəricisidir. Sends indiki zamandır, sent indiki zamandır. Have sent, has sent indiki bitmiş zamandır. Keçmiş sadə zaman, zaman göstəriciləri ilə indiki bitmiş zaman işlənməz. Doğru cavabımız oldu D bəndi. Sent, sendin keçmiş zaman formasıdır. Julia sent the letter to the wrong address yesterday. Julia məktubu dünənləri səhv adresə göndərdi. 33-də. When olan tərəfə baxıram ki, burada arrives indiki sadə zamandır və indiki sadə zaman, ümumiyyətlə indiki zaman keçmiş zamanla uzlaşmaz. Baxın, was solving nədir? Keçmiş davam edici zamanda çıxırıq. Solved keçmiş sadə zamanda çıxırıq. Daha sonra Mr. Cruz deyir. Mr. Cruz yəni 3-cü şəxsin təkidir də, düzdürmü? 3-cü şəxsin təkindən biz indiki sadə zamanda solves deyirik, S artırırıq feilin sonuna. İndi burada yoxdur, deməli Y də yanlışdır. Və burada indiki bitmiş zamanla da uzlaşmır. İndiki sadə zaman ya indiki sadə zamanla uzlaşır, ya da gələcək sadə zamanla uzlaşır. İndiki bitmiş zamanla uzlaşmaz. Doğru cavabımız oldu A bəndi. We believe Mr. Cruz will solve the problem when he arrives. Biz inanırıq ki, Mr. Cruz çatanda problemi həll edəcək. 34-də. At that time yesterday keçmiş davam edici zamanın zaman göstəricisidir. Doğru cavabımız C bəndi olacaq. Keçmiş davam edici zaman deyir ki, dünənləri bu vaxtı şiddətli qar yağırdı. Digər variantlar nəyə görə olmaz? Birincisi, yesterday təbii ki, keçmiş zamanı bildirir. Ona görə mən burada indiki zaman seçə bilmərəm. Snow, snows bu indiki sadə zamandır. Is snowing indiki davam edici zamandır. Və yadda saxlayın ki, keçmiş zaman, zaman göstəricilərlə biz indiki bitmiş zaman işlədə bilmərik. Yəni, indiki zamanın, indiki bitmiş zamanın öz göstəriciləri var. Daha sonra 35-də last month keçmiş sadə zamanı bildirir. Ona görə mən burada gələcək zaman işlədə bilmərəm. İndiki zaman işlədə bilmərəm. Have visited bu indiki bitmiş zamanı göstərir. Keçmiş zamanın, keçmiş sadə zaman, zaman göstəricilərlə biz indiki bitmiş zaman işlədə bilmərik. Və did qabağa keçəndə bilirsiniz ki, idi atılır. Yəni, burada didn't visit olmalıydı. A-nı çıxdıq. Doğru cavabımız D bəndi. Last month they visited Turkey to see the historic places. Keçən ay onlar Türkiyəyə baş çəkdilər ki, tarixi yerləri görsünlər. 36-da. Will write gələcək zamandır və gələcək zaman keçmiş zamanla uzlaşmır. Was ringing keçmiş davam edici zamandır. Rang keçmiş sadə zamandır. Bu rang, ringing keçmiş zaman formasıdır. Bunları çıxdıq. Daha sonra bell təbii ki təkdə olduğu üçün mən buna ring deyə bilmərəm. Çünki indiki sadə zamanda ring yox, rings olur. Və as soon as olan hissədə də zaman bağlayıcısı olan hissədə biz gələcək zaman will istifadə etmirik. As soon as olan tərəfdə will işlədilməz. Doğru cavabımız oldu C variantı.
və gələcək zaman indiki sadə zamanla uzlaşır. The pupils will write a test as soon as the bell rings. Deyir ki, şagirdlər zəng çalan kimi test yazacaqlar. 37-də Next Sunday, deməli, gələn bazar günü deyir. Yəni, gələcək zamanın göstəricisidir. Met keçmiş zaman çıxıram. Have met indiki bitmiş zamanda çıxdıq. Meet indiki sadə zamanda çıxdıq. Doğru cavabımız A bəndi. 38-də in the morning deyir. Deməli, in the morning nədir? Səhər vaxtı deməkdir, səhər tezdən. Yəni, bu konkret bir zamanı bildirir. Və biz də bilirik ki, biz indiki bitmiş zamanla heç vaxt konkret zaman bildirmirik. Konkret zaman götürmürük. Yadınızdadırsa, inlə olan ifadələr ki var. In, məsələn, hansısa ildə, in 1970 və s. Bu cür ifadələrlə biz indiki bitmiş zaman götürmürük. Çünki indiki bitmiş zaman nəticəni bildirir. Konkret zamanı bildirmir. Konkret zaman götürə bilmərik. Ona görə 3-ü çıxırıq. Amma digərlərini işlədə bilərik. Məsələn, birdə deyir ki, qız səhər tezdən idman edir. Düzdürmü? Yəni, ümumiyyətlə, rutin olaraq, indiki sadə zaman nəyi bildirir? Rutini bildirir də. Yəni, həmişə, hər gün səhər tezdən idman edir. Belə olar. Və ya, məsələn, tutaq ki, bu səhər edibsə, artıq edib bitirib də, keçmiş zaman did də işlədə bilərik. Və ya gələcək mənasında, məsələn, sabah səhər idman edəcək. Bu mənada da gələcək sadə zaman işlədə bilərik. 1, 2, 4. Doğru cavabımız Y bəndi. Amma biz konkret zamanla, yəni in olan zamanlarla heç vaxt indiki bitmiş zaman işlədə bilmərik. Çünki indiki bitmiş zamanın elə mahiyyəti budur ki, baş vermiş hadisənin nəticəsini bildirir. Baş vermək zamanını bildirmir. Ona görə. Sonra 39-da The baby loudly in the evening yesterday. Dünəndən söhbət gedir. Ona görə mən burada indiki zamanlar çıxıram. Is crying indiki davam edici zaman çıxdı. Will cry gələcək zaman çıxdı. Doğru cavabımız oldu B bəndi. Cried keçmiş zaman seçirik. The baby cried loudly in the evening yesterday. Uşaq dünənləri axşam bərkdən ağlayırdı. 40-da Last month, təbii ki, last gördüksə, keçmiş sadə zamanın göstəricisidir. Are spending indiki davam edici zamanda çıxdı. Do spend indiki sadə zamanda çıxdı. Will gələcək zamanda çıxdıq. Və have spent demişik ki, indiki bitmiş zaman, keçmiş sadə zaman göstəriciləri istifadə olunmur. Ümumiyyətlə, konkret zamanlarla biz zaman bildirən ifadələrlə indiki bitmiş zaman işlətmirik. Doğru cavabımız A variantı. Did you spend a lot of money in the market last month? Sən keçən ay marketdə çoxlu pul xərcləmisən? 41-də My family a barbecue yesterday. Yesterday keçmiş zamanın göstəricisidir. Mən ona görə buradan have indiki zaman çıxdıq, has da indiki zamandır. Çıxdıq, is having indiki davam edici zamandır. Has had indiki bitmiş zamandır. İndiki bitmiş zamanı biz keçmiş sadə zamanın zaman göstəricilərlə istifadə etmirik. Had nədir? Keçmiş sadə zamandır. Doğru cavabımız C variantı. My family had a barbecue yesterday. Mənim ailəm dünənləri kabab yedi. 42-də Last night, lastla olan ifadələr keçmiş zamanı bildirir. See, don't see indiki zamandır, çıxdıq. Have seen indiki bitmiş zamandır. İndiki bitmiş zamanı biz keçmiş sadə zaman göstəricilərlə istifadə etmirik. Doğru cavabımız B bəndi. I saw a wonderful film in the cinema last night. Keçən gecə kinoteatrda maraqlı bir film izlədim, gördüm. 43-də Ago keçmiş sadə zamanın göstəricisidir. 2 saat əvvəl deyir, keçmişi bildirir. Arrive indiki zamanda çıxdıq. Is arriving indiki davam edici zaman. Will arrive gələcək zamanda çıxdıq. Has arrived indiki bitmiş zamandır. Baxın,
ago-la, last sözləri ilə bunlarla indiki bitmiş zaman işlənməz. Yəni keçmiş sadə zamanın zaman göstəricilərinə baxın. Onlarla biz indiki bitmiş zaman işlədə bilmərik. Doğru cavabımız D bəndi. The invited guests arrived 2 hours ago. Dəvət olunmuş qonaqlar 2 saat əvvəl gəldilər. Daha sonra 44-də biz bilirik ki, keçmiş zaman yalnız keçmişlə uzlaşar. A bəndində məsələn keçmiş zaman gələcək zamanla uzlaşmaz. A-nı çıxırıq, sonra keçmiş zaman indiki bitmiş zamanla uzlaşmaz. Bununla çıxdı. Adında görürsünüz ki, indiki söz var. Bunlar uzlaşmır. Daha sonra mən sizə demişəm ki, when olan tərəfdə gələcək zaman işlənməz. Yəni will işlənməz. Burada da won't yazılıb. Bu will not deməkdir. When gördünüzsə olan tərəfdə will işlətmirik. Doğru cavabımız D bəndi. When Ben enters the room, he will see your present. Ben otağa daxil olanda sənin hədiyyəni görəcək. Və bilir ki, indiki sadə zaman gələcək sadə zamanla uzlaşır. Yəni və bir də ki, biz will'ı burada when olan tərəfdə işlədə bilmərik, amma bu tərəfdə işlədə bilərik. 45-də last Sunday, keçən bazar günü, last nədir? Keçmiş zamanın göstəricisidir. Keçmiş sadə zamanı bildirir. Is, are indiki zamandır, will gələcək zamandır və çoxlu pulldir. Pull sayılı bilməyən isim olduğu üçün təkdə gedir. Ona görə were, yəni cəm işlədə bilmərəm. Was tək işlətməliyəm. Doğru cavabımız B bəndi. A lot of money was spent on pictures last Sunday. Keçən bazar günü şəkillərə çoxlu pul xərclənib. 46-da. Burada since var, burada da a month ago var. A month ago nədir? Keçmiş sadə zamanın göstəricisidir. Since isə bitmiş zamanın göstəricisidir. Birinci baxırıq bura, yəni mən burada keçmiş zaman işlətməliyəm. Mən bu hissədə have left işlədə bilmərəm. Çünki have left indiki bitmiş zamandır. Və yadda saxlayın ki, last sözüdür, yesterday'dir, sonra ago'dur. Yəni keçmiş sadə zamanın zaman göstəriciləri ilə biz indiki bitmiş zaman işlətmirik. Burada left olacaq. Left keçmiş sadə zamandır. Gəldik bu tərəfə. Since isə bitmiş zamanın göstəricisidir. İndi bunların ikisi də indiki bitmiş zamanlardır. Biri təsdiqdə, biri inkarda. Mənasına baxmalıyıq cümlənin. Our neighbors left a month ago and we have any information. Baxın, any nədir? Any inkarda işlər, düzdürmü? Deməli, təsdiqi çıxırıq. İnkarı seçirik. Doğru cavabımız C bəndi. And we haven't had any information about them since. Deyir ki, bizim qonşularımız bir ay bundan öncə çıxıb getmişdilər və o vaxtdan bəri biz onlardan məlumat almamışıq. 47-də. Yesterday keçmiş zamanı bildirir. Buy indiki sadə zamanda, is buying indiki davam edici zamanda çıxdı, will gələcək zamanda, has bought indiki bitmiş zamandır. Adında indiki sözü varsa biz onu keçmiş zamanın zaman göstəriciləri istifadə etmirik. Bought nədir? Keçmiş sadə zamanda. Yesterday my aunt bought a new watch. Dünənləri mənim xalam yeni saat aldı. 48-də. Keçmiş zaman yalnız keçmiş zamanla uzlaşar. Ona görə mən buradan A-nı çıxıram. Baxın, reached keçmiş zamandır, gələcəklə uzlaşmaz. B-ni də çıxıram. Keçmiş zaman yalnız keçmişlə uzlaşır. Has risen bu indiki bitmiş zamandır. Keçmiş zaman indiki bitmiş zamanla uzlaşmaz. Daha sonra bu before olan hissəyə baxırıq. Before olan hissədə ümumiyyətlə gələcək zaman işlənməz. Will işlənməz. C-ni çıxırıq. D-ni də çıxırıq. Yox, bir dəqiqə. İkinci tərəfə baxmalıyıq da biz. Bu tərəfə baxmalıyıq. Will-i çıxıram. Will işlənməyəcək. Mən əvvələ baxdım. Before olan tərəfə baxırıq. Bura. Burada will işlənməz. Ona görə C-ni çıxdıq. Burada. He reached deyə bilmərik də. Çünki he nədir? Üçüncü şəxsin təkidir. Düzdürmü? Üçüncü şəxsin təkində mən
feilin sonuna indiki sadə zamanda s artırmalıyam da, s veya es artırmalıyam. Yəni burada reaches olmalıdır. Yeni çıxdıq. Doğru cavabımız D bəndi. He will reach the top of the mountain before the sun rises. Deyir ki, o dağın başına günəş qalxmazdan əvvəl çatacaq. Yəni bu gələcək zaman yadda saxlayın ki, before olan tərəfdə işlənmir. Amma digər tərəfdə işlənə bilər. Burada işlənə bilər. 49-da. Keçmiş zaman yalnız keçmiş zamanla uzlaşır, indiki zamanla və ya gələcək zamanla uzlaşmır. Burada was var. Bu keçmişdir, bu indikidir. Uzlaşmayacaq. Sonra və mən sizə demişəm ki, when olan tərəfdə, yəni burada gələcək zaman işlənməz. Will olmaz. Burada will var, B-ni çıxırıq. Burada will var, Y-ni çıxdıq. Daha sonra Mary, düzdürmü? Mary üçüncü şəxsin təkindədir. Bir şəxsdə. Ona görə were işlətmərəm. Were cəmliyi bildirir, was təkliyi bildirir. Doğru cavabımız C bəndi. Mary was told all the latest news when she came to the office. Mary ofisə gələndə ona bütün son xəbərlər deyildi. Daha sonra 50-də. Deməli nədir? But yesterday. Burada yesterday'dən söhbət gedir, düzdürmü? Bu hissədə. Yəni keçmiş zamandır. Mən yesterday ilə has had işlədə bilmərəm. Çünki has had indiki bitmiş zamandır. Keçmiş zamanın zaman göstəricisi indiki bitmiş zaman olmaz. Daha sonra burada didn't had görürəm. Bu yanlışdır. Çünki did qabağa keçəndə qaydalı feillərdə id atılır da. Burada da həmin şeydir. Didn't have olur. Bunun strukturu yanlışdır. Didn't had deyə bir ifadə yoxdur. Did qabağa keçsə bu have olmalıdır. Belə A-nı da çıxdıq, D-ni də çıxdıq. Qalan tərəflərdə had olacaq. Çünki keçmiş zamandadır. Burası düzdür. Baxırıq əvvəlinə. Usually adətən deməkdir və deməli, indiki sadə zamanın göstəricisidir. Ona görə mən burada indiki davam edici zaman işlədə bilmərəm. Sonra has, have qalır. Susan üçüncü şəxsin təkində olduğu üçün biz ona have yox, has deyirik. Doğru cavabımız C bəndi. Deyir ki, Susan adətən qəlyan altını yalnız yeyir, tək yeyir. Amma dünənləri qəlyan altını dostlarla birlikdə yedi. 51-də. A walk in the morning. Yesterday. Burada keçmiş zamandan söhbət gedir, düzdürmü? Yesterday keçmiş sadə zaman göstəricisidir. Ona görə də biz onunla indiki bitmiş zaman istifadə edə bilmərik. Has had bu indiki bitmiş zamanlardır. Ona görə A ilə D-ni çıxdıq. Didn't had nədir? Did qabağa keçəndə bu have olmalıdır. Didn't have olmalıdır. Qaydalılarda id-ni atırıq feildən. Burada da had yox, have olmalıdır. C-ni də çıxdıq. Və usually olanda nə işlədirik? Usually adətən deməkdir və indiki sadə zamanın göstəricisidir. İndiki davam edici zaman işlədə bilmərik. Doğru cavabımız Y bəndi. Our neighbor usually has a walk in the morning. Bizim qonşumuz adətən səhər vaxtı gəzir, gəzintiyə çıxır. But yesterday he had a walk in the evening. Amma dünənlər isə gecə vaxtı çıxmışdı gəzintiyə. 52-də. Yesterday. Düzdürmü? Deməli, keçmiş zamandan söhbət gedib. Does indiki zamandır. Have bu da indiki zamandır. Sonra will gələcək zamandır. Bunu da çıxdıq. Has had indiki bitmiş zamandır. Keçmiş zamanla, keçmiş sadə zamanın zaman göstəricilərinə baxın kitabdan. Onları yadda saxlayın. Biz onlarla indiki bitmiş zaman istifadə edə bilmərik. Doğru cavabımız oldu Y bəndi. What did Betty have for breakfast yesterday? Betty dünənləri səhər yeməyində nə yedi? 53-də. Baxın, bura nədir? Bu while'dan sonraki isə keçmiş zamandadır da. Keçmiş zaman yalnız keçmişlə uzlaşar. Baxıram variantlara. İndiki zaman çıxdım. Has called indiki bitmiş zamandır. Bunu da çıxırıq. Daha sonra
Yəni keçmiş zamanla uzlaşmır, indiki bitmiş zaman. Bunu yadda saxlayın. Did qabağa keçəndə bilirik ki, idini atmaq lazımdır. Deməli, D də yanlışdır. Sonra anyone nədir? Təkliyi bildirir də, bir şəxsdən söhbət gedir. Ona görə biz buna were yox, was deməliyik. Deməli, C də yanlışdır. Doğru cavabımız B bəndi. Did anyone call while I was out? Mən küçədə olanda kimsə zəng etdimi? 54-də. Since deyir, departure yəni getmək deməkdir. O gedəndən bəri. Since indiki bitmiş zamanın göstəricisidir. Deməli, variantlara baxırıq. Digər zamanları çıxıram da. Bu gələcək zamanı çıxdıq. İndiki sadə zamanı çıxdıq. Bitmiş zamanları saxlamışam. They cəmdə olduğu üçün has demirik, have deyirik. Və no nədir? İnkar bildirir. Deməli, mən burada digər bir inkar işlədə bilmərəm. Çünki 2 dənə inkar olmaz da yanaşı. Doğru cavabımız oldu B bəndi. They have heard no news from Sam since his departure. Deyir ki, Sam yola düşəndən bəri, yəni çıxıb gedəndən bəri onlar ondan heç bir xəbər almayıblar. 55-də. Defense at the stadium and the match. Variantlara baxıram. Keçmiş zaman yalnız keçmiş zamanla uzlaşar. Keçmiş zaman indiki və ya gələcək zamanla uzlaşmaz. Burada məsələn indiki bitmiş zamandır, bu da keçmiş sadə zamanda uzlaşmır. İndiki zamanda axı bu. Bunu çıxdıq. C-ni də çıxdıq, çünki bu indiki bitmiş zamandır. İndiki bitmiş zaman keçmişlə uzlaşmır. Sonra belə bir uzlaşma da yoxdur. Gələcək zaman, gələcək sadə zaman indiki sadə zamanla uzlaşır. İndiki bitmişlə uzlaşmır. Aha. Match deyir. Maç nə deməkdir? Təkdədir də, düzdürmü? Futbol maçı. Təkdə olduğu üçün mən əgər burada indiki sadə zaman işlədəcəyimsə, feilin sonuna S artırmalıyam. İndiki sadə zaman. İndi burada S yoxdur. Deməli, Y yanlışdır. Doğru cavabımız B bəndi. The fans arrived at the stadium and the match started. Fanatlar stadiona gəldilər və maç başladı. Görürsünüz, ikisi də keçmiş zamandır. Yəni, keçmiş zaman yalnız keçmişlə uzlaşır. 56-da. Dedik ki, keçmiş zaman keçmişlə uzlaşır. Keçmiş zaman indiki və ya gələcək zamanla uzlaşmaz. Burada left keçmiş zamandır, düzdürmü? Burada da arrived keçmiş zamandır. Bu indiki bitmiş zamandır, bu da indiki bitmiş zamandır. Yəni, keçmiş zaman indiki bitmiş zamanla uzlaşmır. Keçmiş zaman uzlaşır, keçmiş sadə zamanla, keçmiş davam edici zamanla və s. keçmiş bitmiş zamanla. Deməli, A ilə B-ni çıxdıq. Sonra, baxın, burada da was living nədir? Keçmiş davam edici zamandır. Keçmiş zaman dedik ki, keçmişlə uzlaşır. Gələcəklə uzlaşmır. C-ni çıxdıq. Sonra, belə bir uzlaşma da yoxdur. Çünki gələcək zaman, gələcək sadə zaman, indiki sadə zamanla uzlaşır. Bu nədir bəs? İndiki bitmiş zamandır. İndiki bitmişlə uzlaşmır. Qaldı Y variantı. Keçmiş sadə zamandır və keçmiş davam edici zamandır. Görürsünüz, keçmiş zaman keçmişlə uzlaşır. When Tom arrived at the station, his train was leaving. Tom stansiyaya çatanda onun qatarı çıxıb gedirdi. 57-də. Aha. Dedik ki, keçmiş zaman yalnız keçmişlə uzlaşar, düzdürmü? Mən burada görürəm ki, məsələn, was swimming keçmiş davam edici zamandır və indiki bitmişlə uzlaşmaz. A-nı çıxdıq. Bu da keçmiş zamandır. İndiki sadə ilə uzlaşmaz. Yəni, keçmiş zaman indiki zamanla və ya gələcək zamanla uzlaşmır. Bu nədir? Keçmiş davam edici zamandır. İndiki bitmiş zamanla uzlaşmaz. Keçmiş zaman indiki ilə uzlaşmır. Bu da keçmiş zamandır. İndiki davam edici ilə uzlaşmaz. Keçmiş davam edici, keçmiş davam edici. Uzlaşır. Doğru cavabımız Y bəndi. Mark was playing tennis while his sister was swimming in the pool. Bacısı, deməli,
Hovuzda üzərkən Mark tenis oynayırdı. Sonra 58-də keçmiş zaman dedik ki, yalnız keçmişlə uzlaşır. Keçmiş zaman indiki zamanla uzlaşmaz. Was watching keçmiş davam edici zamandır. İndiki bitmiş zamanla uzlaşmaz. Adından görürsünüz ki, indiki sözü var adında. Watched keçmiş sadə zamandır. İndiki sadə zamanla uzlaşmaz. Was reading keçmiş davam edici zamandır. Yəni keçmiş zamandır. Has watched indiki bitmiş zamandır. Keçmiş zaman indiki zamanla uzlaşmaz. C-ni çıxdıq. Tom nədir? Üçüncü şəxsin təkindədir də. İndi bu is watching indiki zamandır. Mən əgər bunu da indiki zamanda götürsəm, burada reads olur da, düzdürmü? Üçüncü şəxsin təkində read olmur ki. İndiki zamanda reads olur. Deməli, D-ni çıxdıq. Amma read sözü bu read kimi oxunur, amma belə yazılır keçmiş zamanda. Tutaq ki, deyə bilərsiniz ki, bəs bu read sözü bəlkə keçmiş zamandadır. Çünki qaydası feildir axı. Keçmiş zamanda ola bilməz, çünki indiki zaman keçmiş zamanla uzlaşmaz. Deməli, hər iki halda yanlışdır. Doğru cavabımız oldu Y bəndi. Keçmiş davam edici zaman, keçmiş davam edici zaman. İkisi də keçmiş zamandır. Tom was reading a book while Martha was watching TV. Martha televizora baxarkən Tom kitab oxuyurdu. 59-da nədir? When they... Dedik ki, keçmiş zaman yalnız keçmişlə uzlaşır. Keçmiş zaman digər zamanlarla uzlaşmaz. İndi baxıram, məsələn, burada görürəm ki, gələcək zaman, keçmiş zaman, bunlar uzlaşmır. Burada da keçmiş zaman, gələcək zaman uzlaşmaz. Və mən sizə demişəm ki, when olan tərəfdə, yəni burada, gələcək zaman işlənməz. Yəni will olmayacaq. Burada will, when olan tərəfdə will ola bilməz. Digər tərəfində ola bilər. Doğru cavabımız 1-2-dir. Baxın, 2-də keçmiş zaman, keçmiş zaman. İkisi də deməli uzlaşır. Burada isə gələcək zaman bilirsiniz ki, indiki sadə zamanla uzlaşır. 1-2. Doğru cavabımız A bəndi. Nə deyir? Deməli, they will go for a walk when they finish their homework. Onlar ev tapşırıqlarını bitirəndə gəzintiyə gedəcəklər. Və ya 2-ni götürsək, deyir ki, onlar ev tapşırıqlarını bitirəndə gəzintiyə getmişdilər. Sonra 60-da. Baxıram variantlara. Bu when olan hissədə mən sizə dedim ki, gələcək zaman olmaz. When burada ola bilər. Amma when olan tərəf ki var, burada gələcək zaman, yəni will olmayacaq. 3-dən 4-ü çıxırıq. Sonra keçmiş zamandır, bu da keçmiş zamandır. Bir doğrudur, keçmişlə uzlaşır. Və gələcək zaman indiki sadə zamanla uzlaşır, bu da doğrudur. 5 də doğrudur. 1, 2, 5 Y variantı. Nə deyir? Alan himself goes downstairs when he hears a knock at the door. Deyir ki, Alan qapının döyülməyini eşidəndə özü aşağı düşür. Aşağı mərtəbəyə düşür. Sonra 61-də. Burada when olan tərəfdə dedik ki, gələcək zaman işlənməz. Ona görə will olan variantları çıxırıq. Daha sonra keçmiş zaman yalnız keçmiş zamanla uzlaşar. Keçmiş zaman indiki bitmiş zamanla uzlaşmaz. Yeni çıxdıq. Sonra he refuse olmayacaq. Çünki üçüncü şəxsin təkində üçüncü şəxsin təkindədir. Ona görə burada refuses olmalıydı. Doğru cavabımız D variantı. When the manager offered Mr. Dale a new job, he refused to accept it. Menecer Mr. Dale'ə yeni bir iş təklif edəndə o bunu qəbul etməkdən imtina etdi. Görürsünüz ki, ikisi də keçmiş zamandadır. Yəni keçmiş keçmişlə uzlaşar. Daha sonra dedik keçmiş keçmişlə uzlaşmalıdır.
İndiki zamanla keçmiş zaman uzlaşmaz. A-nı çıxdıq. Burada da keçmiş davam edici zaman, indiki davam edici zaman. İndiki keçmişlə uzlaşmır. Sonra keçmiş sadə zaman, indiki bitmiş zaman. Bu da uzlaşmır. Keçmiş yalnız keçmişlə uzlaşar. Sonra burada mother deyir. Enter olmayacaq. Mother üçüncü şəxsin təkində olduğu üçün enters olmalıydı indiki sadə zamanda. Ona görə B-də çıxırıq. Doğru cavabımız oldu Y bəndi. Baxın, keçmiş sadə zamandır. Bu da keçmiş davam edici zamandır. Yəni keçmiş keçmişlə uzlaşır. David was reading a book when his mother entered the room. Anası otağa daxil olanda David kitab oxuyurdu. Daha sonra 63-də. When olan tərəfdə mən sizə demişəm ki, will işlənməz. Yəni bu hissədə will işlənməz. Ona görə D-ni çıxdıq. Bir də ki, keçmiş yalnız keçmişlə uzlaşar qaydasıdır. Bu indiki davam edici zamandır, bu keçmiş sadə zamandır. İndiki sadə zaman, daha doğrusu indiki davam edici zamandır. Yəni ümumiyyətlə indiki zaman keçmiş zamanla uzlaşmaz. Bu indiki sadə zamandır, bu da keçmiş davam edici zamandır. İndiki zaman keçmiş zamanla uzlaşmaz. Daha sonra bir də biz when olan tərəfdə bitmiş zamanlarda işlətmirdik. Have left, has left bunları yaza bilmərik. When olan tərəfdə bir will işlətmirik, bir də have, has, yəni indiki bitmiş zaman işlətmirik. C-ni də çıxdıq. Doğru cavabımız oldu Y bəndi. Baxın, keçmiş davam edici zaman, keçmiş sadə zaman. Bunlar uzlaşır. Çünki ikisi də keçmiş zamandır. The child was sleeping when I left the room. Mən otağı tərk edəndə uşaq yatırdı. Sonra gəldik bura. Cümləmizin ikinci tərəfi found, keçmiş zamandadır. Keçmiş zaman da bilir ki, yalnız keçmişlə uzlaşır. İndiki sadə zamanla uzlaşmaz. İndiki davam edici zamanla uzlaşmaz. İndiki bitmiş zamanla uzlaşmaz. Yəni, ümumiyyətlə, indiki zamandır, gələcək zamandır. Bunlarla uzlaşmır keçmiş zaman. We də cəmdə olduğu üçün mən buna was deyə bilmərəm. Doğru cavabımız A bəndi. We were discussing the new project when you phoned us. Sən bizə zəng vuranda biz yeni layihəni müzakirə edirdik. Daha sonra 65-də. Last summer keçmiş sadə zamanı göstəricisidir. Do indiki zamanda çıxdıq. Will gələcək zamanda çıxdıq. Have spent indiki bitmiş zamandır. Baxın, adında indiki sözü var. Ona görə də biz bunu keçmiş zamanda, yəni keçmiş zaman göstəricilərlə biz indiki bitmiş zaman istifadə etmirik. Did qabağa keçəndə bu spent olmur. Bilirsiniz ki, qaydalı feillərdə id atılır. Burada da keçmiş zaman olmur da, indiki zamanda yazılmalıdır. Spend olmalıdır. Doğru cavabımız A variantı. Did you spend last summer in the country? Sən keçən yayı deməli kənddə mi keçirdin? Kənd yerində mi keçirdin? 66-da. Last year, yenə keçmiş sadə zamanın göstəricisidir. Keçən il deməkdir. İndiki zamanı çıxırıq. Bu do da indiki zamanda çıxdı. Have studied indiki bitmiş zamandır. Keçmiş zaman göstəricilərlə indiki bitmiş zaman işlənməz. Və did qabağa keçəndə id atılmalıdır. Deməli, B də yanlışdır. Doğru cavabımız C variantı. Did your children study well last year? Sənin uşaqların keçən il yaxşı oxuyurdularmı? Sonra 67-də. Next month, gələn ay nədir? Gələcək zamanın göstəricisidir. Was paying keçmiş davam edici zaman, paid keçmiş sadə zaman, yəni ikisi də keçmiş zamanda çıxdıq. Pay indiki zamanda çıxdıq. Has paid indiki bitmişdi, bunda çıxdıq. Bizə gələcək zaman lazımdır. Doğru cavabımız A bəndi. Joseph will pay all his debts next month. Joseph bütün borclarını gələn ay ödəyəcək. 68-də. Tomorrow deyir, sabah saat 2-də, yəni gələcək zamandan söhbət gedir. Arrived keçmiş sadə zamandır. Was arriving keçmiş davam edici zamandır. Arrive indiki zamandır. Has arrived də indiki bitmiş zamandır. Bizə isə gələcək zaman lazımdır. Doğru cavabımız Y variantı. Nə deyir? Sofia deyir ki, Gəncəyə sabah saat 2-də çatacaq. 69-da. Cümlənin bu tərəfində gələcək zaman var. Biz bilirik ki, gələcək zaman
keçmiş zamanla uzlaşmaz. Düzdürmü? Mən buradan got keçmiş sadə zamanı çıxdım. Was getting keçmiş davam edici zaman. Yəni keçmiş zamanları çıxırıq. She üçüncü şəxsin təkində olduğu üçün mən buna get deməyəcəm. İndiki zamanda gets olur. Deməli y də çıxır. Və as soon as olan hissədə will olmayacaq. Yadda saxlayın. Yəni söhbət bu tərəfdən yox, buradan gedir. As soon as olan tərəfdə əvvəldə başqalardı. Məsələn, when də var idi. Orada da həmin şeydir. Yəni bu zaman bağlayıcısı olan hissədə burada biz will işlətmirik. Doğru cavabımız oldu B variantı. Yəni cümlənin digər hissəsində işlənə bilər will. Amma baxırıq ki, bu zaman bağlayıcısı hardadsa, orada biz will işlətmirik. As soon as she gets any news, she will tell you about it. O xəbər alan kimi sənə deyəcək. Sonra last week deyir, yəni keçmiş zamanın göstəricisidir. Gələcək zamanı çıxdım. Is working indiki davam edici zaman, works indiki sadə zaman. İndiki zamanları çıxdıq, worked keçmiş zamandır. Baxırıq ikinci tərəfə. Usually nədir? Adətən deməkdir. Usually, always bunlar indiki sadə zamanın göstəriciləridir. Is working isə indiki davam edici zamandır. Ona görə A-nı çıxırıq. Works indiki sadə zaman götürürük. Last week, Mrs. Taylor worked in our garden. Keçən həftə Mrs. Taylor öz bağında işləyirdi. She usually works there on Sundays. O adətən orada, yəni öz bağında bazar günləri işləyir. Sonra 71-də when-dən bu tərəfki hissəyə baxıram ki, cümləmizin bu tərəfi keçmiş zamandadır. Keçmiş zaman yalnız keçmiş zamanla uzlaşır. İndiki və ya gələcək zamanlarla uzlaşmır. Ona görə mən buradan indiki sadə zamanı çıxdım. İndiki davam edici zamanı çıxdım. Gələcək sadə zamanda çıxdım. Bir dənə keçmiş zamanı saxlayıram. Bu keçmiş davam edici zamandır. The sun was shining when the climber reached Mount Everest. Deyir ki, alpinist Everest dağına çatanda günəş parlayırdı. Yəni keçmiş zaman keçmiş zamanla uzlaşır. 72-də usually nədir? Usually indiki sadə zamanın göstəricisidir. Deməli, indiki digər zamanları çıxıram. Məsələn, bu keçmiş davam edicini çıxıram. İndiki bitmişdi, sonra bu indiki davam edici. Bunu da çıxıram. Və Mike üçüncü şəxsin təkində olduğu üçün feil S qəbul etməlidir. A-nı da çıxdıq. Doğru cavabımız C bəndi. Yəni, indiki sadə zamanda üçüncü şəxsin təkində sonuna S yazırıq. Mike usually takes his dog for a walk in the evenings. Mike adətən öz itini axşam vaxtları aparır gəzintiyə. Daha sonra 73-də will come into the hall if the boss will come, düzdürmü? Gələcək zaman. Gələcək zaman nə ilə uzlaşırdı? İndiki sadə zamanla uzlaşır da. Amma gələcək zaman keçmiş zamanla uzlaşmır. Ona görə allowed keçmiş zamanı çıxırıq. Sonra və mən sizə demişəm ki, bu zaman bağlayıcısı olan tərəf ki var. Məsələn, if olan tərəfdə biz will işlətmirik. Bunu yadda saxlayın. When olan tərəfdə, if olan tərəfdə biz will işlətmirik. Ona görə will çıxdı. Want da elə will not deməkdir. C-ni də çıxırıq. Və boss üçüncü şəxsin təki olduğu üçün indiki sadə zamanda feil S qəbul etməlidir. Ona görə D-ni də çıxırıq. Doğru cavabımız oldu Y variantı. Deməli, nə deyir? The visitors will come into the hall if the boss allows them. Deyir ki, baş çəkənlər zala daxil olacaqlar, əgər boss onlara icazə versə. Sonra 74-də birinci tərəfinə baxıram, deyir ki, centuries ago, yəni əsrlər öncə. Yəni keçmiş zamanı göstərir də bu. Keçmiş zamandırsa mən buradan deməli indiki zamanı çıxıram. Is indiki zamandır, bunlar getdi. Will da gələcək zamandır. Ago ilə biz gələcək və indiki zaman işlətmirik. Bu keçmiş zamandır, ona görə was olacaq. Sonra deyir today. Düzdürmü?
Become sözü ümumiyyətlə burada indiki zamandadır. Çünki keçmiş zamanda became olur. Və indiki sadə zamandadırsa, it üçüncü şəxsin təkində olduğu üçün burada becomes yazılmalı idi. Becomes yazılmayıb, deməli yanlışdır. Doğru cavabımız B bəndi olacaq. Has become nədir? İndiki bitmiş zamandır. Deyir ki, but today it has become a dead language. Latın dili əsrlər öncə beynəlxalq dil idi. Amma hal-hazırda ölü bir dilə çevrilib. Doğru cavabımız B variantı. Daha sonra 75'də. People more taxes when they more money. Mən sizə demişəm ki, when olan tərəfdə, bu tərəfdə yox, when olan hissədə will işlətmirik. Will'ı çıxdıq. C getdi. Daha sonra və keçmiş zaman keçmişlə uzlaşır. Keçmiş zaman indiki zamanla uzlaşmaz və ya gələcək zamanla uzlaşmaz. Burada keçmiş zaman indiki zaman uzlaşmır. Sonra paid keçmiş zaman indiki zaman uzlaşmır. Və keçmiş zaman indiki bitmiş zamanla da uzlaşmır. Keçmiş zaman yalnız keçmiş zaman formaları ilə uzlaşır. Doğru cavabımız oldu B bəndi. Bu ikisi də indiki sadə zamandır. Bir-birlərlə uzlaşır. İndiki zaman indiki zamanla uzlaşır ya da gələcək zamanla uzlaşır. People pay more taxes when they earn more money. Adamlar daha çox pul qazananda daha çox vergi ödəyirlər. 76'da. When olan tərəfə baxıram ki, burada cümləmiz keçmiş zamandadır. Keçmiş zamanda bilirik ki, yalnız keçmiş zamanla uzlaşır. İndiki zamanla uzlaşmaz. Deməli. İndi burada vəziyyət biraz fərqlidir, çünki used to ifadəsidir bu. Baxın, used to ifadənin özü budur. Və bu da doğru cavabdır. Bu. Used to ifadəsi nədir? Ümumiyyətlə, used to keçmişdə etdiyin hərəkətdir, bir vərdişdir, keçmişdə edərdin, amma artıq etmirsən. Bu deyir ki, mən məktəbdə olarkən basketbol oynayardım. Digər variantlara baxaq ki, niyə yanlışdır? İfadənin özü used to olduğu üçün used to deyil, B-ni çıxırıq, used da deyil. Bu da yanlışdır. Bu şəkildə olmalıdır. Və bunun inkarı didn't used to kimi düzəlir. Yəni, id atılır da, bilirsiniz, did qabağa keçəndə idini atırıq. Yəni, didn't used to kimi olur inkarda. Və sualda da həmin şeydir. Did qabağa keçir və sonra used to yazırıq. Ona görə A yanlışdır və burada da to-nu yazmayıblar. Ona görə Y də yanlışdır. Sonra 77'də. Burada didn't used to olmadı. 76'da artıq izah etdim. Bu ifadənin özü used to-dur. Və inkarında did qabağa keçir, didn't olur və id atılır burada. Did qabağa keçəndə id atılır. A-nı çıxdıq. Burada to-sunu yazmayıblar, Y-ni də çıxdıq. Burada used to ifadənin özü used to-dur deyə olmalıydı. B-ni çıxdıq. Burada da to-sunu yazmayıblar. Doğru cavabımız C bəndi. Used to nə idi? Əvvəl etdiyin, vərdiş halına saldığın hərəkətlərdir ki, hansı ki, daha etmirsən. I used to go to a lot of museums with my mom when I was a child. Mən uşaq ikən anamla çoxlu muzeylərə gedərdim. Yəni, artıq getmirəm. 78'də. Go dancing at weekends. Yenə used to ifadəsinin özü budur. Düzdürmü? Burada to-nu atıblar. Əvvəlki suallarda artıq izah etdim. Burada dini atıblar. Used to-dur ifadənin özü. B-ni çıxdıq. Burada da to-sunu atıblar. Y-ni çıxdıq. Did qabağa keçəndə id atılır. C-ni də çıxdıq. Doğru cavabımız A variantı. At the age of 10, I used to go dancing at weekends. 10 yaşım olarkən həftə sonları rəqsə gedərdim. 79'da. Deməli, ifadənin özü used to-dur, düzdürmü? Used to. Sualını verəndə biz did qabağa keçməlidir və id atılmalıdır. İndi burada don't you used to come. Burada don't yazıblar. Ümumiyyətlə, don't olan variantlar yanlışdır. Çünki biz bunun sualını didlə düzəldirik və keçmiş zamandan söhbət gedir.
Used to-nun sualı did-lə düzəlir. Don't-la düzəlmir. Variantlar çıxır. Sonra did qabağa keçəndə id atılır. Burada id atılmayıb. C ilə D-ni çıxdıq. Doğru cavabımız B bəndi. Did qabağa keçir, id atılır. To da öz yerində. Did you used to come here when you were a child? Sən uşaq ikən bura gələrdinmi? Used to nə idi? Keçmişdə vərdiş kimi etdiyin hərəkətlərdir ki, artıq etmirsən. 80-da. Deməli, he will be late, burası gələcək zamandadır. Gələcək zaman veririk ki, keçmiş zamanla uzlaşmaz. Ona görə waited, keçmiş zamanı çıxıram. Tom 3-cü şəxsin təkində olduğu üçün mən buna wait yaza bilmərəm, waits deməliyəm. Yəni, feilin sonuna s artırılmalıdır indiki zamanda. Sonra, və mən sizə demişəm ki, if olan tərəfdə will olmur. Will-i çıxdı, burada da won't-da elə will not deməkdir, bunu da çıxırıq. Doğru cavabımız A variantı. If Tom waits here, he'll be late for the train. Əgər Tom burada gözləsə, qatara gecikəcək. Daha sonra, cümlənin ikinci tərəfi gələcək zamandadır. Gələcək zaman keçmiş zamanla uzlaşmaz. Saved, keçmiş zamanı çıxdıq. He 3-cü şəxsin təkində olduğu üçün mən buna indiki zamanda save deyə bilmərəm. Saves deməliyəm. Yəni, feil s qəbul edir. İndiki zamanda 3-cü şəxsin təkində. Və mən sizə demişəm ki, if olan tərəfdə will işlənmir. B-ni çıxdıq. Won't, will not deməkdir. Ona görə A-nı da çıxırıq. Doğru cavabımız Y bəndi. If he saves the money he earns, he will be able to go on a cruise. Cruise yəni dəniz səyahəti deməkdir. Əgər deyir ki, o qazandığı pulu saxlasa, dəniz səyahətinə gedə biləcək. 82-də. Gələcək zamanda, ikinci tərəf gələcək zaman keçmiş zamanla uzlaşmır. Went çıxdı. Nick 3-cü şəxsin təkində olduğu üçün mən buna indiki zamanda go deyə bilmərəm. ES artırılmalıdır, goes olmalıdır. Və if olan tərəfdə will olmur. Want da will not deməkdir, bu da olmur. Doğru cavabımız Y variantı. If Nick goes on holiday this summer, he'll travel to Istanbul. Əgər Nick bu yay deməli tətilə getsə, İstanbula səyahət edəcək. Və biz də bilirik ki, gələcək zaman indiki sadə zamanla uzlaşar. 83-də. Gələcək zaman keçmiş zamanla uzlaşmır. Had keçmiş zamandır. Bunu çıxdıq. She 3-cü şəxsin təkində olduğu üçün mən buna have yox, has deməliyəm. If olan tərəfdə will işlənməz. B-ni çıxdıq. Eyni zamanda biz bilirik ki, gələcək sadə zaman indiki sadə zamanla uzlaşır. İndiki davam edici zamanla uzlaşmır. Yeni çıxdıq. Bunu yadda saxlayın. İndiki sadə zaman və gələcək sadə zaman. Bunlar bir-birlə uzlaşır. My mother will buy a new dress if she has her own salary. Deyir ki, anam öz maaşını alsa, onda mənə don alacaq. 84-də. Burası gələcək zamandadır. Gələcək zaman keçmiş zamanla uzlaşmaz. Flew sözü flying keçmiş zaman forması qaydasız feildir. Bunu çıxırıq. If olan tərəfdə demişəm ki, will olmaz. Won't fly, bu da will not fly deməkdir. Bu da willdir. Çıxırıq. Və deməli, gələcək zaman indiki bitmiş zamanla uzlaşmır. İndiki sadə ilə uzlaşır. Bunu yadda saxlayın həmişə. Gələcək sadə zaman indiki sadə zamanla uzlaşır. If you fly at 4, you'll arrive in Paris by the evening. Deyir ki, əgər saat 4-də uçsaz, onda Parisdə axşama kimi çatacaqsınız. 85-də. Variantlara baxaq. Deməli, gələcək zaman keçmiş zamanla uzlaşmaz. B-ni çıxırıq. Daha sonra, gələcək zaman ümumiyyətlə indiki sadə zamanla uzlaşır.
Gələcək zaman digər zamanlarla uzlaşmırsan. Burada keçmiş zamandır. Gələcək zaman keçmiş zamanla uzlaşmaz. Gələcək zaman indiki bitmiş zamanla uzlaşmır. İndiki sadə zamanla uzlaşır. Bunu yadda saxlayın. Və biz bilirik ki, if olan tərəfdə will işlənməz. Burada will işlənib. D-ni çıxdıq. Doğru cavabımız Y bəndi. Bu tərəfdə işlənə bilər will, amma if olan tərəfdə will işlənməz. You will be safe in the car crash if you wear a seat belt. Deyir ki, sən maşın qəzası zamanı təhlükəsizlikdə olacaqsan əgər təhlükəsizlik kəməri taxsan. 86-da. Dedik ki, gələcək zaman keçmiş zamanla uzlaşmır. Düzdürmü? Variantlara baxırıq. Məsələn, burada keçmiş zamandır. Keçmiş zaman yalnız keçmişlə uzlaşır. Keçmiş zaman indiki bitmişdən uzlaşmaz. Çünki adında görürsünüz ki, indiki söz var. Keçmiş zaman dedik, keçmişlə uzlaşır. Bu it indiki zamandır. Ona görə bu da yanlışdır. Sonra if olan tərəfdə mən sizə demişəm ki, will işlənməz. A-la B-nin də çıxdıq. Doğru cavabımız C variantı. If you eat your snack now, you won't have anything for supper. Deyir ki, əgər sən öz snack atışdırmalıqlı indi yesən, onda axşam yemək üçün heç nəyin olmayacaq. Və nə oldu? İndiki sadə zaman deməli, gələcək sadə zamanla uzlaşır. Bunu yadda saxlayın. Bu ikisi bir-birlə uzlaşır. Want-dakı will not-un qısaltmasıdır. 87-də. Variantlara baxaq. Keçmiş zaman indiki zamanla uzlaşması D-ni çıxdıq. Sonra gələcək zaman da indiki sadə zamanla uzlaşır. Gələcək zaman indiki bitmiş zamanla uzlaşmır. Sonra if olan tərəfdə will işlənməz. Bunu yadda saxlayın. Will olan variantlara çıxırıq. A-la C çıxdı. Doğru cavabımız B bəndi. I will lend you enough money to buy a flat if you need it. Deyir ki, sənin əgər ehtiyacın varsa, mən sənə ev almaq üçün kifayət qədər pul, borc verəcəyəm. Nə oldu? Gələcək sadə zaman indiki sadə ilə uzlaşır. Bunu yadda saxlayın. Bu gələcək zaman gördünüzsə, o indiki zamanın olduğu variantı axtarmalısınız. Onunla uzlaşır. 88-də. If olan tərəfdə mən sizə demişəm ki, will olmayacaq. Bu tərəfdə yox, bu tərəfdə ola bilər. Amma if olan tərəfdə will olur. Bunları çıxdıq. C ilə Y getdi. Sonra gələcək zaman indiki zamanla uzlaşır. Keçmiş zamanla uzlaşmır. Deyir bizim otağımız. Otaq üçüncü şəxsin təkində olduğu üçün mən buna indiki zamanda look deyə bilmərəm. Looks deməliyəm. Doğru cavabımız D bəndi. Burada isə keep sözü you-ya aiddir. Ona görə sonunda S yoxdur. Our room looks tidy if you always keep it clean. Əgər sən otağımızı həmişə təmiz saxlasan, o təmiz görünür. 89-da. If olan tərəfdə dedik ki, will olmaz. D ilə Y çıxdı. Sonra keçmiş zaman yalnız keçmişlə uzlaşır. İndikilə uzlaşmır. Ona görə B-ni də çıxdıq. Sonra people cəmdə olduğu üçün mən buna goes deyə bilmərəm. Goes təkə aid olur. Doğru cavabımız A bəndi. If the weather is hot, people always go to the sea to swim. Əgər hava istidirsə, adamlar həmişə dənizə üzməyə gedir. Və go nədir? İndiki sadə zamandır. Always də indiki sadə zamanın göstəricisidir. 90-da. If olan tərəfdə demişik ki, will olmaz. B ilə Y-ni çıxdıq. Bu tərəfdə olar, amma if olan tərəfdə olmaz. Sonra you-dan söhbət gedir də. You-ya biz loses deyə bilmərik. Loses üçüncü şəxsin təkinə aid olur. Yəni he, she, it-də biz feilin sonuna S artırırıq. Sonra A bəndə görürəm ki, keçmiş zaman, gələcək zaman verilib. Keçmiş zaman yalnız keçmiş zamanla uzlaşar. Keçmiş zaman gələcək və indiki zamanla uzlaşmaz. Bunların ikisi isə
indiki sadə zamandır, bəli, bir-birlərlə uzlaşır. If you often go on a diet, you exactly lose some weight. Deyir ki, sən diyeta saxlasan, dəqiqliklə müəyyən qədər çəki itirirsən. Sonra 91-də. If olan tərəfdə, yəni burada will olmaz. Burada olar, amma if olan hissədə olmaz. Will'ləri çıxdıq. Sonra nə deyir? Gələcək zaman keçmiş zamanla uzlaşmaz. Yeni də çıxdıq. İndiki zaman keçmiş zamanla uzlaşmaz. Yeni də çıxdıq. Yəni, keçmiş zaman yalnız keçmişlə uzlaşır. Keçmiş zaman gələcək zaman və ya indiki zamanla uzlaşmaz. Burada isə indiki sadə zamandır və gələcək sadə zamandır. Bu qaydanı yadda saxlayın. Bu ikisi həmişə bir-birlə uzlaşır. If he helps me, I will finish the project on time. Əgər o mənə kömək etsə, mən layihəni vaxtında bitirəcəyəm. Daha sonra 92-də. If olan tərəfdə, yəni bu tərəfdə, burada yox, burada will ola bilər. Amma if olan tərəfdə isə burada will ola bilməz. Ona görə B ilə D-ni çıxdıq. Sonra, keçmiş zaman yalnız keçmişlə uzlaşır. Understood keçmiş zamandır. Bu, indiki zamanla uzlaşa bilməz. Listened keçmiş zamandır. İndiki zamanla uzlaşa bilməz. Bu da indikidir, bu da indikidir. İndiki indikindən uzlaşır. Doğru cavabımız A bəndi. If students usually listen to the teacher carefully, they understand the new rules. Əgər tələbələr müəllimə diqqətlə qulaq asırlarsa, onlar qaydaları başa düşürlər. Usually nədir? Adətən deməkdir və indiki sadə zamanın göstəricisidir. 93-də. If olan tərəfdə dedik ki, will olmaz. Yəni, bu hissədə will olmaz. A-nın C-ni çıxdıq. Keçmiş zaman yalnız keçmişlə uzlaşar. Keçmiş zaman indiki zamanla uzlaşmaz. B-ni çıxdıq. Her friend, onun dostu. O, yəni, üçüncü şəxsin təkindədir. Ona görə mən buna finish deyə bilmərəm. İndiki sadə zamanda üçüncü şəxsin təkində feil S-ES qəbul edir. Doğru cavabımız oldu Y bəndi. İndiki sadə zaman neynir? Gələcək sadə zamanla uzlaşır. If her friend finishes work early, they will go for a walk. Əgər onun dostu işi erkən bitirsə, onlar gəzintiyə gedəcəklər. Sonra 94-də. If olan tərəfdə dedik ki, will olmur, won't, will not deməkdir, will not-un qısaltmasıdır. Ona görə A ilə C-ni çıxdıq. Daha sonra indiki zaman keçmiş zamanla uzlaşmaz. Yəni, keçmiş ancaq keçmişlə uzlaşır. Burada did qabağa keçəndə i-də atılır. Y-ni çıxdıq. Doğru cavabımız B bəndi. İkisi də indiki sadə zamandadır. If you don't prepare supper, you can order it. Deyir ki, sən əgər axşam yeməyini hazırlamırsansa, onu sifariş edə bilərsən. 95-də. Dedik ki, if olan tərəfdə söhbət buradan getmir. Bu if olan hissədən gedir. If olan hissədə nə olur? Will işlətmirik. D-ni çıxdıq. Daha sonra keçmiş zaman yalnız keçmişlə uzlaşır. Məsələn, keçmiş zaman indiki zamanla uzlaşmır. Keçmiş zaman gələcək zamanla uzlaşmır. Burada da keçmiş zaman indiki zamanla uzlaşmır. Doğru cavabımız C bəndi. Bu ikisi həmişə bir-birinə uzlaşır. Bunu yadda saxlayın. İndiki sadə zamanla gələcək sadə zaman uzlaşır. If there are any letters or emails for our boss, I will tell him at once. Əgər bizim bossumuz üçün hər hansı məktub və e-mail varsa, e-mail gəlibsə, mən dərhal ona deyəcəyəm. 96-da. Will deyir, düzdürmü? Gələcək zamandır. Bu da if-dir. If olan hissədə bilirik ki, will işlənməz. Burada yox, if olan hissədən söhbət gedir. Fərqi yoxdur, if əvvəldə də ola bilər, sonra da ola bilər. Əsas odur, if olan hissədə will işlənmir. Yeni çıxdıq. Və keçmiş zaman yalnız keçmişlə uzlaşar. Keçmiş zaman indiki zamanla və ya gələcək zamanla uzlaşmaz. Ona görə keçmiş sadəni çıxırıq və keçmiş davam edici zamanı çıxırıq. You, demək, üçüncü şəxsin təki deyil ki, biz studies, yes, bu üçüncü şəxsin təkində işlənir. Yəni, he, she, itlə işlədirik.
You-la işlətmirik. Doğru cavabımız oldu C bəndi. Bu gələcək sadə zamandır, bu da indiki sadə zamandır. Bunu yadda saxlayın. Bu ikisi həmişə bir-birlə uzlaşır. You will enter the university if you study hard. Əgər sən çox çalışsan, universitetə daxil olacaqsan. 97-də. Next month bu hissə görürsünüz ki, if-dən əvvəlki hissə, yəni gələcək zamanı bildirir. Ona görə mən burada digər zamanları çıxıram. Gələcək zaman olacaq və if olan hissədə isə bilirik ki, will işlənməz. Ona görə yeni də çıxırıq. Və he üçüncü şəxsin təkindədir. İndiki sadə zamanda üçüncü şəxsin təkində olan fiil s və ya es qəbul edir. Ona görə C-ni çıxırıq. S olanı götürürük. Doğru cavabımız B bəndi. Will go gələcək sadə zaman, gets indiki sadə zaman. Gələcək sadə və indiki sadə həmişə uzlaşır. 98-də. Deməli, if olan tərəfdə will işlənməz. Yəni, ikinci tərəfdə will işlənməyəcək, bunu çıxırıq. Və keçmiş zaman yalnız keçmişlə uzlaşır. Keçmiş zaman indiki ilə uzlaşmaz. A-nı çıxdıq. Daha sonra, you sözü üçüncü şəxsin təkində deyil ki, mən burada asks işlədim. Asks, yəni bu s qəbul etmək he, she, it-lə olur. You-la olmur. Daha sonra, your friend nədir? Sənin dostun üçüncü şəxsin təkindədir. İndiki sadə zamanda üçüncü şəxsin təkində olan fiil s qəbul edir. Yəni, your friend o deməkdir də. O, ona görə burada translates olmalıydı. Doğru cavabımız D variantı. Your friend will translate it for you if you ask him. Sən əgər ondan xahiş etsən, dostun bunu sənin üçün tərcümə edəcək. 99-da. Baxırıq if olan hissəyə. Aha. Yəni, burada will yoxdur hələ ki. Yəni, deməyim odur ki, if olan tərəfdə biz will işlətmirik. İndi burada will yoxdur birinci tərəfdə. Onda zamanlara baxmalıyıq. Zaman uzlaşması. Keçmiş zaman yalnız keçmişlə uzlaşır. Had keçmiş zamandır. Keçmiş zaman gələcəklə uzlaşmır. Sonra keçmiş zaman indiki zamanla uzlaşmır. D-ni çıxdıq. Sonra he nədir? He üçüncü şəxsin təkindədir. Mən buna have deməyəcəm. He, she, it-lə biz has işlədirik. Daha sonra burada da he üçüncü şəxsin təkidir. Visit yox, visits olmalıydı. Doğru cavabımız oldu C variantı. If he has enough time, he will visit us. Əgər onun kifayət qədər vaxtı varsa, o bizə baş çəkəcək. 100-də. Buradan deməli, zamanla uzlaşmasına baxaq. Məsələn, came keçmiş zamandır. Keçmiş zaman indiki zamanla uzlaşmır. Burada da came keçmiş zamandır, indiki davam edici zaman. Keçmiş indiki ilə uzlaşmır. Keçmiş yalnız keçmişlə uzlaşır. Sonra burada shall move da olmayacaq. Çünki shall-ı biz nədə işlədirik? I ilə işlədirik, bir də we ilə işlədirik. Ona görə bu da yanlışdır. Sonra have moved, come deyir. Ümumiyyətlə, indiki sadə zaman belə indiki bitmişlə də uzlaşmır. İndiki sadə zaman ya indiki sadə ilə uzlaşır, ya da ki, deməli, gələcək sadə ilə uzlaşır. Doğru cavabımız oldu D bəndi. Baxın, indiki sadə, bu da indiki sadə. Millions of birds, birds cəmdə olduğu üçün move işlədirik. Move to hot countries if winter comes. Qış gələndə, baxın, winter sözü nədir? Üçüncü şəxsin təkindədir, ona görə comes, es qəbul etdi. Deyir ki, qış gələndə milyonlarla quşlar soyuq ölkələrə, daha doğrusu isti ölkələrə uçurlar. Belə, mən videonu burada saxlayıram. Ardını da izahını növbəti videoda verəcəm. Çünki video uzun olur. İzlədiyiniz üçün təşəkkürlər. Əlavə bir sualınız varsa, onları da şərh bölümündə verməyi unutmayın.